Günay xanım etnoqrafdır. Azərbaycanın milli mənəvi dəyərləri üçün həqiqətən də canfəşan olaraq çalışır. Birazdan öz təqdimatında da zaten görəcəksiniz. Əlavətən Günay xanımın səhifələrini ziyarət etdiyinizdə həqiqətən nə kimi tanıtımlar etdiyini, nə kimi xidmətlər etdiyinə şahid olacaqsınız. Amma ondan öncə Günay xanım çox önəmli bir nöqtəyə işarət elədi ki, Sovet dönəmi ilə əlaqədar paylaşdığım bir-iki videonu izlədikdən sonra dedi ki, Rauf bəy, siz repressiya tarixi ilə əlaqədar çox şeylər paylaşırsınız, amma diqqətinizi başqa bir yönə də çəkmək istəyərəm ki, bunun üzərində bir-iki yayın da olsa daha yaxşı olar dedi. Bu yaxınlarda Günay xanım bununla əlaqədar çox önəmli bir akademik məqalə yazıb. Amma təəssüflər olsun ki, yazdığı məqalə beynəlxalq jurnal tərəfindən, antropologiya və etnoqrafiyaya dair jurnal tərəfindən qəbul edilməyib. Qəbul edilməməsinin səbəbi bir 70-80 il bundan öncə necə ki bizi pan-türkist deyə şey eləyib, yəni Ruslar tərəfindən damğalanıb, o şəkildə repressiyaya götürülürdük. Məyərsə repressiya davam eləyirmiş, yəni sadəcə insana qarşı deyil, mədəni irslərimizə qarşı davam edirmiş və buna Günay xanım çox yaxından şahid olub. Mən çox uzatmaq istəmirəm, buyurun Günay xanım. Çox sağ olun Rauf bəy, doğrudan da mən təşəkkür edirəm ki, siz bu məsələyə biganə qalmadınız, maraq göstərdiniz. Bu mövzu bugün mən düşünürəm ki, indiki zaman üçün çox aktualdır. Ona görə ki, biz nəzər salanda ki, müharibələr necə baş verirdi, daha doğrusu dövlətlər arası münasibətlər, daha öncəki dövrlərdə tutaq ki, birbaşa torpağa imperialist yəni hücumlar olurdusa, müəyyən indiki zamanda isə, yəni birbaşa keçmək istəyirəm ki, mədəniyyət üzərindən, sivilizasiya üzərindən təsir göstərməyə çalışırlar, ümumiyyətcə edirlər bunu. Və bizim də bugünkü ən yaralı yerlərimizdən biri zaten mədəniyyətimizin qorunmasıdır. Çünki mədəniyyətimizin təkcə həm fiziki cəhətdən qorunması deyil, ad cəhətindən də qorunması çox önəmlidir. Bugün dünyanın müxtəlif möhtəşəm muzeylərində Azərbaycanın mədəniyyətinə, istir maddi, istir mənəvi mədəniyyətinə aid çoxsaylı eksponatlar saxlanılırlar. Və bu eksponatların da heç birində mən rast gəlmirəm ki, Azərbaycan deməsələr elə Türk, yəni adı səsləndirilsin. Ümumilikdə bunlara ad qoyurlar. Görürsən ki, Şərq sivilizasiyası adlı bir başlıqla orada göstərirlər və ya İslam mədəniyyəti, İran mədəniyyəti, ən belə yaxşı halda Qafqaz mədəniyyəti olaraq təqdim edirlər. Və ya bunların içərisində də ən çoxu xalçalardır. Çünki bugün biz xalçalarımıza bugün nədir? Əvvəlki vaxtlarda da artıq adam tarixi vərəqləyəndə görür ki, biz dəyər verməmişik, başa düşməmişik bunun önəmi nədir. Düzdür, bilirik dəyərlidir bizim üçün. Çünki babalardan gələn bir mirasdır. Lakin bunun başqalarına necə deyim, qapdırmağın mənasını başa düşməmişik, onun təhlükəsini başa düşməmişik. Hər gələnə gedənə pay vermişik, satmışıq. Ancaq başa düşməmişik ki, bunu bir necə təqdim eləyək. Bəlkə də bilmişik əslində. Sadəcə onlar bizim səmimiyyətimizdən hiləgərcəsinə istifadə eləyiblər və ona görə də bugün onları heç birinə, yəni Türk və Azərbaycan adlandırmırlar. Və bəzən də belə olur ki, tutaq ki, bilirsiniz ki, xalçaçılıq qrupları var Azərbaycanın, yəni bir deyil Azərbaycan xalçaçılıq qrupları, Şirvan, Abşeron, Quba, Qarabağ, İrəvan qrupu, Təbriz qrupu, Qazax qrupu, Borçalı qrupu, bu kimi sadalasaq çoxlu qruplar var, xalçaçılıq qrupları və o xalçaları adını yazırlar. Məsələn, bəzən olur ki, yazırlar Şirvan xalçası, Xiləbuta xalçası, Azərbaycan, yəni bizim türkçəmizdə bu yazılır. Sırt çisi xalçası var, Quba xalçası, ad yazılır, amma İndi adın yanında bunun bir ölkəsi də yazıla bilər. Hansı mədəniyyətə aid olduğu yazılır, Persiyan kərpic. Yəni Fars xalçası.
Və bu bizi çox incidir də. Bunun əslində yəni xalçaçılıq bir elmdir, bir məktəbdir. Doğrudan da onun elmi tərəfləri var. Bunun tarixi nöqteyi nəzərdən başqa bir baxış var. Etnoqrafik cəhətdən bir başqa, sənətşünaslıq, yəni xalçaçılıq cəhətdən bir başqa. Yəni hər tərəfdən, rəssamlıq tərəfindən, yəni xalçaçılıq elə bir böyük məktəbdir ki, onu bir yəni elmi yanaşmadan yox, bir neçə şaxələnmiş elmi yanaşmadan baxmaq lazımdır. Və mənim yazdığım məqalə deməli beynəlxalq antropologiya və etnoqrafiya jurnalı var. Bu Şanxay Universitetində nəşr olunur. Çox möhtəbər bir yəni jurnaldır və bu gün elm aləmində belə bir şey var ki, jurnalların elmi bazaları var da. Bunlara Scopus deyirlər, Web of Science və onlar yəni böyük bir müddətə, məsələn 1 ilə, il yarıma bunlar bunu oxuyurlar, göndərilən məqaləni. Burada artıq gizli hakimlər bir neçə nəfər oxuyur və rəy bildirir də. Və bu rəylər əslində obyektiv olmalıdır ki, və orada məsələn elm aləmində belə ki, kimin məqaləsi çıxarsa, o məqalə orada nəşr olunarsa, yenə də o onun adı üçün çox yüksək mərtəbə hesab olunur. Və mən də uzun müddət, 2 il, 3 il idi o məqalənin üzərində çalışırdım ki, Güney Azərbaycan türklərinin həyatında xalçaçılığın rolu. Mən burada etnoqrafik cəhətdən yanaşmışam, yəni məişət həyatında xalçalar nədir? Necə istifadə edilir? İndi birazdan onlar haqqında da danışacağam. Xalçaçılıq elə bir böyük məktəbdir ki, onu bir yəni elmi yanaşmadan yox, bir neçə şaxələnmiş elmi yanaşmadan baxmaq lazımdır. Və mənim yazdığım məqalə deməli beynəlxalq antropologiya və etnoqrafiya jurnalı var. Bu Şanxay Universitetində nəşr olunur. Çox möhtəbər bir yəni jurnaldır və bu gün elm aləmində belə bir şey var ki, jurnalların elmi bazaları var da. Bunlara Scopus deyirlər, Web of Science və onlar yəni böyük bir müddətə, məsələn 1 ilə, il yarıma bunlar bunu oxuyurlar, göndərilən məqaləni. Burada artıq gizli hakimlər bir neçə nəfər oxuyur və rəy bildirir də. Və bu rəylər əslində obyektiv olmalıdır ki, və orada məsələn elm aləmində belə ki, kimin məqaləsi çıxarsa, o məqalə orada nəşr olunarsa, yenə də o onun adı üçün çox yüksək mərtəbə hesab olunur. Və mən də uzun müddət, 2 il, 3 il idi o məqalənin üzərində çalışırdım ki, Güney Azərbaycan türklərinin həyatında xalçaçılığın rolu. Mən burada etnoqrafik cəhətdən yanaşmışam, yəni məişət həyatında xalçalar nədir? Necə istifadə edilir? İndi birazdan onlar haqqında da danışacağam. Orada çox maraqlı nüanslar var. Yəni bizim doğrudan da heç bəlkə də gündəlikdə olub keçir. Düşünmürük bunun mənasını, amma çox böyük fəlsəfi mənaları olan yəni davranışlar var xalçalarla bağlı. Yəni burada mən bir xalçaçılığımızın mədəniyyətimizdə tutduğu yer haqqında yazmışam və mən bunu 26 səhifədən ibarət bir elmi araşdırmada göndərmişəm həmin o beynəlxalq jurnala və jurnal sağ olsun tam 1 il oxuyubdu, 1 il və 5-6 rəyçinin orada rəyləri var. 1 ildən sonra 2025-ci ilin iyun ayında mən göndərmişəm, 2026-cı ilin iyun ayında mənə geri dönüş gəlibdi və uzun bir şərh də yazıblar orada. Və orada ilk, amma şərhdən elə ilk öncə mən sizə göndərmişdim. Gördünüzsə elə ilk başlıqda yazılıb ki, bu məqalə bu jurnalda nəşr edilə bilməz. Səbəbi isə yəni bir neçə fərqli fikirlər sadalayırlar. Mən oxuyuq və görürəm ki, bunlar hamısı bəhanədir və sonunda gəlir yazır ki, amma doğrudan da sağ olsunlar, utanmadan, çəkinmədən də qeyd edirlər ki, burada pan-türkist yanaşma var, xalçalara da deməli pan-türkist yanaşma var və o yanaşmaya görə biz bunu nəşr eləyə bilmərik. Əgər orada da hansı ki bir-iki texniki qüsurlar yazmışlar və bunları düzəltdikdən sonra siz bunu başqa jurnala verə bilərsiniz. Sağ olsunlar, benim məsləhət də verirlər. Amma bu bizim jurnalımızda yəni nəşr, çünki pan-türkist yanaşmadır. Mən sözün düzəsində bilirdim bu məqalə əngəl törədəcək. Əngəllər, amma belə açıq şəkildə pan-türkist, yəni biz hansı dövrdə, hansı zəmanədə yaşayırıq ki, öz millətimiz, öz xalqımız, öz adət
ənənələrimiz, mədəniyyətimiz haqqında biz açıq bir söz deyə bilmərikmiş və dediyimiz halda bunu bizə yəni bir maneə və ya bir damğa olaraq geri qaytaracaqlar. Mən həqiqətən də bir tərəfdən bir il idi gözlədiyim üçün bu qədər üzüldüm. Yəni ki, bəs mən buna əziyyət çəkmişəm, gözləyirdim. Çünki elm aləmi üçün dediyim kimi bu çox vacibdir. Amma bir tərəfdən də öz-özümə bir də qürurlandım, bir də güldüm və türk olaraq sevindim ki, demək ki, bizi hələ unutmayıblar, hələ də qorxurlar bizdən, hələ də onlar üçün bu türk məsələsi, yəni onlar üçün böyük bir qorxulu yuxudur ki, hər bir halda unutmurlar və istəyir bunu tarixin tərəfdən, istəyir sənət, xalça, görün harda belə bunu unutmurlar da və bunu bizə geri qaytarırlar ki, yox, siz bu qapıdan keçə bilməzsiniz. Onlar xatırladırlar. Xatırladırlar, sağ olsunlar. Bizim yadımızdan çıxanda da onlar xatırladırlar ki, biz qorxulu türküyük onlar üçün.